Studiyamızın qonağı Sanitariya Epidemioloji Xidmətlər şirkətində şöbə müdiri kimi fəaliyyət göstərən Seyid Ağayevdir. Seyid bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir. Necəsiz, nə var, nə yox? Təşəkkür Necə ederim. gedir işlər? Eyvallah. Belə bir çox suallar olur insanlar tərəfindən ki, bəs evimə həşərat bastı, nə bilim, hansısa sən obyektdə nəsə xoşa gəlməz bir şey görürsən. Nəticədə yadıma düşür ki, bəs insanlar niyə şirkətlərə və ya sanepidem stansiya deyirlər də, bəzən biz bu cür adlandırırıq, niyə müraciət etmirlər? İndi sizinlə söhbət eləyəndə bəlli oldu ki, yox, əksinə, insanlar müraciət edirlər, sifarişlərin sayı kifayət qədər çoxdur. Ümumiyyətlə, bu sahədə Azərbaycanda vəziyyət necədir? Təşəkkür edirəm. Xidmət sektoru olaraq. Bəli. Dinləyicilərə salamlayıram. Əfsuslar olsun, bu sahədə vəziyyət hələ də qənaət bəxş deyil. Bəli, son zamanlar düzdür, irəliləyiş var, tendensiya artmaq üzrədir. Lakin mən hər dəfə iclaslarda əməkdaşlarımıza onu vurğulayıram, təlimlərdə ki, xatırlayın ki, biz məsələ həll eləməyə getmirik, biz problem həll eləməyə gedirik. Çünki məsələ yarandıqda problemə çevrilmədən bizə müraciət olunmur. Əgər bu məsələ ilk yarandığı zaman bizə müraciət olunsaydı, həlli də qısa bir müddətdə yolu tapılmış olardı. Artıq problemə çevrildikdən sonra insanlar bizdən möcüzə gözləyir. Ani məmətdə məsələnin həll olunmasını. Məsələn, hansılar nəzərdə tutursunuz siz? Belə deyək, aktual fəsilə görə həşəratlarla, belə deyək, tarakan və yaxud gəmirici, dezinseksiya və derasasiya xidmətlərini nəzərdə tuturam. Baxırsan, tarakan problemi yaranıb. Yəni, bu mümkündür. Məsələn, nə qədər sanitar qaydalarına uyğun olaraq təmiz, keyfiyyətli saxlasan da məhsul əldə olunur. Gündəlik bazarlıqlar olur. O məhsulla məsələnin içərisinə hər şey daxil ola bilər. Tarakandan tutmuş hər növ böcəyinə kimi, hətta gəmirici. Gəmirici zaten açıq qapıdan da daxil olar, pəncərədən də, kanalizasiya xətlərindən də, yəni bundan heç kim qorunmuyub. Və aşkar etdikdə hamı primitiv üsullara əl atır. Bazardan, marketdən aerozollar, müxtəlif preparatlar ki, onun o sahədə istifadə olunmasının təhlükəlidir, təhlükəli deyil deyə ora varmadan istifadə edirlər. Həmin daxili sahədə olan hər hansı bir problemi, həşərat problemi, gəmirici problemi, onlarda ona qarşı, o preparatlara qarşı immunitet yaratdıqdan sonra, məsələnin qloballaşdıqdan sonra başlarırlar artıq şirkət aramağa, məsələnin çözümünü axtarmağa. Problem daha çox böyüyür, sonra başlayırlar. Bəli. Mənim maraqlıda ən çox ictimai yaşayış obyektlərinə siz tez-tez gedirsiniz, yoxsa bina sakinləri, həyət evində yaşayan insanlar sizə daha çox müraciət edirlər. Bununla bağlı düzdür, inanmıram konkret rəqəmlər olsun, amma istənilən halda bir göz ölçüsü ilə nəsə demək mümkündür. Bəli, adətən sifarişlərin əksəriyyəti ictimai yaşayış obyektləridir. Sahibkarlar məsələnin imicini qorumaq xətrinə dərhal olmasa da artıq müraciət edəcəkləri yeri bilirlər. Amma əksər əhali maariflənməmişlər deyə hara müraciət edəcəklər. Çox halda belə deyək, sosial şəbəkələrdə iş bazları tapıb şəxsi fərdi bu xidməti göstərən insanlara müraciət edirlər. Onlar da həm təhlükə yaradır. Çünki belə deyək, daxili sahədə istifadə olunan məhsul xarici sahədə istifadə olunan məhsuldan fərqlənir. Bunun həm qalıcılıq effekti, həm insana təsiri, ətraf mühitə təsirinə. Ona görə adətən mənzillərdən sifarişlər qat-qat azdır. Əfsuslar olsun. Mən sizin bir gətirdiyiniz sənəd var. Burada baxıram, məcburi sanitariya planı olmalıdır kimi bir cümlə görürəm.
hansı anlama gəlir və məcburi sanitariya planı kimlərə aiddir? Belə deyək, biz sanitariya epidemioloji xidmətlər olaraq artıq 2017-ci ildən Azərbaycanda pest kontrol anlamını tətbiq edirik. Bunlar beynəlxalq standartlara, HACCP, BRC standartlarına uyğun bir xidmətdir. Burada yalnız kimyavi mübarizə daxil deyil. Burada kimyavi mübarizədən əlavə bioloji, mexaniki üsullarda tətbiq olunur ki, bu işlərin nəticəsi zaten belə deyək, kompleks şəkildə icra olunduğu zaman nəticə verə bilir və qoruyuculuq effekti yaranır. Yəni bir dərmanın, kimyəvi preparatın oksidləşmə periodu var. Yəni hamı elə fikirləşir ki, dərman vuruldu, artıq aylarla bitdi, məsələn çözüldü. Yox. Elə bir dərman daxili sahəyə vurulsa, orada çalışan insanlar, ora daxil olan insanlar risk qrupuna daxil olmuş olurlar. 6-8 saatdan sonra preparat oksidləşir. Və onun təsiri gündən-günə daha da azalır. Yəni 6 saatdan sonra 60% təsiri düşürsə, bir neçə günə artıq onun təsir mexanizmi qutarır. Bəli, hal-hazırda preparatlar var, mikrokapsulalı preparatlardır. Onlar təmas, hər hansı bir həşərat canlı ondan təmas elədiyi zaman kapsula açılır və təsir eləyir. Onun təsir mexanizmi çox uzundur. Müştərilər dərhal nəticə gözlədiyi üçün ondan istifadə eləmirsiniz. Edirik. Ondan qalıcılıq effekti məqsud. Yəni məsələni həll etdikdən sonra istifadə edirik. Yəni təmizlik işləri aparılır. Hər ehtimala qarşı onlardan da istifadə olunur ki, onlar da həmin əraziyə atılır ki, birdən. Burada birdən dedikdə həşəratlar artımı çox sürətlidir. Hardasa yumurta qoyurlar, süfrə yerləşdirirlər və bir neçə həşəratın növünə görə bir həftə, 2 həftədən sonra yeni həşəratlar peyda olunur. Biz keçən dəfə bir qonağımızla söhbət edirdik. Biomüxtəliflik üzrə mütəxəssis idi. Çox maraqlı faktlar danışdı. Dedi, elə kərtənkələlər var ki, məsələn deyirəm, onlar Azərbaycan ərazisində olmamalıdırlar. Bizim əraziyə uyğunlaşan bir kərtənkələ deyil. Amma məsələn hansısa dekorativ ağacı gətiriləndə İtaliyadan, nə bilim, nəsə gətiriləndə ya yumurtası, ya onun balası, ya özü hansısa formada ağaca yapışıb gəlib Bakıya. İndi baxırsan ki, bəzi ərazilərdə heç bizim ətraf mühitə uyğun olmayan kərtənkələlər və digər həşəratlara rast gəlmək olur. Hətta sürünənlər barədə, yəni konkret olaraq ilanlar barədə də bunu demək olar. İndi də texnologiyanın inkişafı ilə dünya çox kiçilib də. Biz hər yerdən nəsə sifariş eləyə bilirik. Məsələn, kiminsə bağ evi var, nə bilim İtaliyadan ağacı gətizdirir ora, nə bilim başqa bir dekorativ məhsul gətizdirir. Belə məqamda insanlar nəyə diqqətli olmalıdırlar? Bəli, doğru vurğuluyorsunuz ki, qloballaşma devrində hər şey sürətləndiyi üçün, yəni hər şeyə də əl çatır, insanların hər şeyə əli çatır deyə karantinsiz bəzi məhsullar, bitkilər, canlılar daxil olurlar Azərbaycana bu fərdi şəkildə. Bunlar özləri ilə təhlükə gətirir. Ərazimizə, iqlimimizə xas olmayan xəstəliklər gətirir. Ondan sonra vurğuladığınız kimi canlılar daxil olur. Hətta heç xaricə ehtiyac deyil. Azərbaycan daxilində belə nəzərdə tutsaq, bağ fəsillərində qarşılaşdığımız Azərbaycan bağlarında ilanlar, belə deyək, Abşeron bölgəsinə xas olmayan ilanlar müşahidə olunur. Bu Qafqaz gürzəsidir, Levent gürzəsidir. Onlar Azərbaycan, demək, Bakı, Abşeron yarımadasına, bağ sahələrinə torpaqla daxil olur. Belə deyək, bağda əkin etmək üçün bölgələrdən torpaq gətirib səpirlər. Orada onun yumurtası, balası, hətta ilanın özü belə gəlir, düşür əraziyə. Və çoxalır. Bəli, mühit var, gəmirici var, qurbağa var, qidası var, çoxalır, artım yaranır. Onun üçün
ilan heç bir zaman özü əraziyə yaxın durmur. Əgər belə deyək, onun marağı yoxdursa, təbiətdə qidası yoxdursa, insana doğru gəlir. Çünki insan ətrafında qida yetərincə var. Bu arada düzdür, indi fəsli deyil. İndi daha çox gəmiricilər, digər həşəratlar falan, yəni bununla bağlı yəqin ki, müraciət edirlər. Bu ilan mövzusuna toxunsaq, yay aylarında çox güman ki, daha aktual olur. Siz gələnə qədər, o təhlükəni aradan qaldırana qədər insan özünü necə qoruyur və ya qorumalıdır? Bir kurslar, üsullar varmı ki, peşəkar adamlar əraziyə yaxınlaşana qədər, məsələn, mən narahatlığımı dəf edə bilim? İlk öncədə insan ilanı gördüyü zaman yaxınlaşmamalıdır. Heç bir halda ələxüsus təsbit edə bilmisənsə hansı növdə nədir, yaxınlaşmaq məsləhət deyil. Yox, artıq bir otaqda, bir təmasdasızsa sərt hərəkətlər etmək olmaz və ilanı zərərləşdirmək məqsədi ilə əgər düşünürsə, misal üçün bir ailə başçısı heç bir halda ilanı öldürmək olmaz. Doğru deyil. Doğru deyil. Çünki ilan təbiətin təbii sanitarıdır. O təbiətə lazımdır. Lakin nə etmək olar? Hər hansı bir pencək və yaxud tünd bir əşya üzərinə attığınız zaman ilan özünü təhlükəsiz sayar və tam zərərsiz vəziyyətdə bir neçə saat onun altında yatır ki, o vaxta kimi müraciət edə bilər. İstənilən ilan növünə aiddir də bu? İstənilən ilan növünə aiddir, bəli. Çünki ilan qaranlığa düşdüyü zaman o belə düşünür ki, o görmürsə, onu da görmürlər. Özünü təhlükəsiz sayır. Ona görə şiddət törədə bilməz. Sonra bir şeyi də düşünmək lazımdır ki, zəhər ilan özünə həzm prosesində çox vacibdir. İlan onu bilir. Hər zaman ilan insana hücum etmir. Çünki zəhəri boşuna ifraz etmiş olsa, ilan özü tələf olacaq. Çünki növbəti şikarını həzm eləmək üçün onda o zəhər ona lazımdır. Ona lazımdır. O zəhər olmadığı zaman öz həyatını təhlükəyə atır. Şəhər adamı davam edir. Sanitariya Epidemioloji Xidmətlər şirkətindən şöbə müdiri Seyid Ağayev studiyamızdadır. Biz yaşayış evlərinin, müxtəlif ərazilərin, iş yerlərinin, ictimai yaşayış obyektlərinin dezinfeksiya edilməsi prosesindən danışırıq. Bir daha sabahınız xeyir olsun. İndi qış fəslini yaşayırıq da. Hər bir evdə demək olar məktəbə, bağçaya gedən uşaqlar var və indi nəyə müşahidə edirik? Xəstəliklərin sayı artıb. Xüsusən də bu mövsümi qrip deyirlər buna. Görürük ki, hamı hansısa formada xəstədir, kimisi öskürür, kimisi burun axıntısı var və s. və ilaxır. Və bunun mənbəyi də gəlib çıxır məktəblərə və bağçalara. Uşaqlar hansısa formada təmasda olurlar və bunu gətirirlər evə, böyüklər də xəstələnir. Necə tənzimlənir? Necə dezinfeksiya olunur? Ümumiyyətlə, məktəb və bağçalarla bağlı vəziyyət necədir? Müşahidə etdiyiniz qədər. Doğru vurguladınız. Demək, sentyabr ayından başlayaraq ümumiyyətlə respirator xəstəliklərin artması periodu başlayır. O ərəfələrdə sağlamlıq haqqında qanununda göstərilib ki, dezinfeksiya prosedurları icbari şəkildə icra olunması haqqında bənd var və əfsuslar olsun ki, bu məsələyə biraz laqeyd yanaşırlar. Bəli, özəl sektorda, özəl bağçalar da pandemiya dövründə və ondan sonra bu məsələyə daha ciddi yanaşmışdılar. Demək olar ki, əksəriyyəti ilə müqavilə bağlanılıb, mütəmadi olaraq, hətta ayda bir neçə dəfə dezinfeksiya işləri aparılırdı. Bilindiyi kimi, uşaqlarda immun sistemi hələ tam formalaşmamışdı və istənilən virus rahatca yaxalayır körpələri və inkubasyon dövründə onların üzərində yaşadıktan sonra gətirib evə salırlar və yayırlar. Bu məsələyə biraz daha belə deyək,
bu ocaqlarda da, təhsil ocaqlarında daha diqqətli yanaşsaydılar, daha yaxşı olardı. Biraz qarşısı tam alınmış Bu kimdən olmasa da. asılıdır? Bu məktəbin bağçanın direktorundan, yoxsa məsələn dövlət bağçasıdır, dövlət məktəbidir? Dövlət strukturlarında zaten bu tənzimlənib. Belə qanunla tənzimlənib, mütəmadi işlər aparılır. Yəni icbari xarakter daşıyır İcbari bu. xarakter, bəli. Amma özəl sektorda da bu icbari xarakter daşıyır. Heç bir fərqi yoxdur bu xidmətin. Sadəcə bəli, bu məsələdə ümumiyyətlə bir cəmiyyətin yanaşması da doğru olmalıdır. Mən hər dəfə bunu vurğulayıram, deyirəm, bildirirəm ki, əgər valideynlər özləri belə bir tələb qoymasalar, əlbəttə ki, özəl sahibkar buna bir artıq xərc kimi baxacaq. Yəni bəzi sosial şəbəkələrdə izləyirəm, hər hansı bir bağça, özəl məktəbdə baxıram, orada xanım misalən, en xanım qeyd edib ki, biz bu sahəyə köçmüşük, filan bağça ilə maraqlanırıq. Daha öncəki bağçada filan şirkət tərəfindən dərmanlar aparılırdı. Bu bağçada varmı deyə valideynlərə sual verir. O həmin o bağçanın səhifəsində. Ya bəlli olur ki, yox, aparılmır. Bəli. Çünki daha öncədən belə bir hesabatlar var idi. Bağçalar, özəl məktəblər video hesabatlar paylaşırdı sosial media. Biz bu ay filan tarixdə filan tədbirlər həyata keçirilmiş. Dezinfeksiya ilə bağlı. Ümumiyyətlə sizə bir sual verim. Bir məkan gəldi, dezinfeksiya edildi. Bu nə qədər təsirli qalır? Düz orada dərmanların filan rolu da var. İstifadə olunan nədirsə, onun qalma müddəti bu nəzərə alınacaq çox güman ki, amma normalda ortalama neçə müddət qalır bir ərazidə təsiri? Açığa qalsa dezinfeksiyadan, yəni virus, bakteriya, göbələk, mikroorqanizmlara qarşı mübarizə metodundan söhbət gedirsə, bu preparatın qalıcılıq effekti yoxdur. Növbəti xəstəyə qədər. Yox, yəni mən dəvət eləmişəm hər hansısa bir həşəratın yox edilməsi ilə bağlı. Həşəratla bağlıdırsa, bəli. Hə, siz gəldiniz, dezinfeksiya etdiniz, getdiniz. Neçə müddət artıq orada bir həşəratın görünməmə ehtimalı var? Yenə vurğulayım ki, preparatların bəli. Birincisi, uşaqlar olduğu yerdə ağır preparatlardan istifadə etməyi qadağandır. Edə bilməz. Qanunvericiliyi ilə? Bəli, ümumiyyətlə normativlər var. Bayaq vurğuladığım HACCP standartı, BRC standartı. Orada göstərilir ki, hansı doza ilə, ümumiyyətlə preparatların hansı doza ilə, hansı tərkiblə istifadə etmək olar. Hətta belə deyək, preparatların tərkibi bitki mənşəli və yaxud pest kontrol təyinatlı eyni olsa belə ana maddəsi, amma dozasına görə, yan maddələrə görə fərqlənir. Ona görə uşaqlar olduğu yerdə istənilən halda ağır maddə istifadə edə bilməzsən, uzun qalıcılı maddə istifadə edə bilməzsən. Çünki bu hər hansı bir fəsada gətirə bilər. Uşaqlar fərqli olur. Bir vaxtda 30-dan 100-ə kimi uşaq olur, onun allergik uşağı da ola bilər, yuxarı tənəffüs yollarında problemi olan uşaq ola bilər. Bunlar hamısı təsir göstərə bilər, təhlükə yarada bilər. Bəzən insanlar sizlə narahat eləyir. Deyir sizə özləri hansısa formada ərazini dezinfeksiya eləməyə çalışırlar, həşəratları məhv eləməyə çalışırlar. Qiymət məsələsi insanları biraz sıxır. Fikirləşirlər ki, birdən zəng eləyərəm, dəvət eləyərəm, elə bir qiymət deyərlər ki, məni qane eləməz, mənim üçün çox olar. Mən konkret bir şey soruşmuram sizdən, amma siz bilirsiniz hansı formada bəlkə bunu izah eləmək, demək mümkündür. Dezinfeksiya ilə bağlı şirkətlərin təklif etdiyi qiymətlər necə dəyişir, hansı aralıqda dəyişir və nəyə əsasən hesablanır? Bunu da bir izah edək. Yəni bugünkü gün əslində məsələ o qədər bərbad şəkildə də deyil. Yəni çox uyğun qiymətlərdir. Misal üçün rəqəm də söyləyə bilərəm. 30 manatdan 150 manata qədər dəyişir. Bu həm sahəyə görə dəyişə bilir.
O müəssisəyə görə dəyişə bilər. Problemin növünə görə dəyişə bilər. Yəni bu dezinfeksiyadır, dezinseksiyadır və yaxud deratizasiyadır. Ən problemli burada belə deyim, deratizasiyadır. Yəni gəmicilərə qarşı mübarizə. O uzun müddətlidir. Yəni ani rezultat əldə olmur, çünki yenə vurğulayıram, yəni məsələ problemə çevriləndən sonra müraciət olunur. Üstəgəl belə bir maraqlı bir tendensiya var. Demək, çöl gəmiricilərə qarşı mübarizə çox asandır. Yəni belə deyək, palyovka deyirlər, çöldə, sahələrdə olanda. Onlar qida məhdədiyyəti yaşayırlar deyə hər qidaya meyl göstərirlər. Onları tələf eləmək asandır. Amma insan yaşadığı arealda olan gəmiricilər artıq kollektiv bir şuura malikdirlər. Demək, orada müəyyən bir ailə yaşayır. Bir ərazidə bir neçə ailə də yaşaya bilər. Bir ailə 35-120 osobdan ibarətdir də. Belə deyim, yeni bir qida ki, yəni biz onlara qarşı kimyəvi vasitədən istifadə edəndə o bir qida formasında olur, yerləşdiririk, gəlir onu yeyir, tələf olunur. Yeni qida mövcud olduqda dərhal onu tükətmirlər. Ələxüsus insan əli dəyibsə ona, dərhal tükətmirlər. Öz aralarında ən qoca, ən xəstə və yaxud ən cavan gəmiricilər. Bəli, o bir qabağa verirlər, o yeyir. Ondan sonra bir həftə, 10 gün onu müşahidə edirlər. Ona bir şey olmayıbsa ondan sonra başlayırlar tükətməyə. Kütləvi. Yəni burada onların özünü qoruma bir funksiyası. Zaten milyonlarla il evolyusiya yolu keçiblər. Hər şey adaptasiya var onlarda. Ona görə müşahidə edirlər. Əgər bir həftə ərzində o gəmiriciyə, onu tükədən gəmiriciyə bir şey olarsa dəyməyəcəklər. Ondan sonra dəzdən mexanizmi dəyişmək məcburiyyətindəsən, başqa bir qida düşünməlisən. Ona görə hər dəfə bunu müştərilərə izah eləyəndə əziyyət çəkirik ki, sizin bu problem yəni bir həftəyə, 10 günə, bir aya dərhal həll olunan bir şey deyil. Yəni bu çox qəliz bir məsələdir. Bizə hərdən elə gəlir ki, bir dərmandır, gəldi, vurdu, getdi, düzələcək. Yəni biz kimyəvi silahdan istifadə etmirik. Yəni normativlərə uyğun, hətta hal-hazırda mövcud dünyada gəmiriciyə qarşı brodifakumdur, bir də bromodilondur tərkibli, hansı ki insan fəaliyyəti olan yerdə yerləşdirə bilərsən. Onun da ki içindəki doza 0,5% ölçülür. Yəni o qədər zəhər onun tərkibində çox azdır ki, ani effekt göstərməsin. Ani effekt göstərdiyi da o dərmana toxunmayacaq. İllərdir bu işin içindəsiz. İllərdir. Təcrübəmiz kifayət qədər çoxdur. Belə ən qeyri-adi çağırış, maraqlı hadisə bu sahə ilə bağlı hansı olub belə yadınıza düşür və ya sizdən soruşanda birinci o hadisəni başlayırsınız danışmağa? Belə deyək, gülməli hadisədən biri, müəssisənin adını çəkməyəcəm, müşahidə elədiyim zaman ərazinin ilkin baş keçiririk, tərkibləri aşkarlamaq üçün. Vurğuladıq ki, ərazidə gəmirici yetərincə var idi, bəs ilan var. Çünki gördüm, şey var, elektrik podstansiyada ilan dərisini atmışdı. Müqavilə bağlamaq istəmirdilər. Belə danışıqlar gedirdi, söyləyirdik. Dedilər, yox, ola bilməz, biz artıq 10 ildir burada buranı tikmişik, müşahidə eləməmişik falan. Bu momentdə sexdə qışqırıq səsləri eşidildi. Biz müdaxilə eləmədik. Bir də baxdıq ki, mühafizə xidməti qaçdı, gəldi ki, bəs sexdə ilan var. İlan var, qadınlar ayçıq yalıb və həmin dəqiqə yəni həm müqaviləyə getdik, istədiyimiz qiymətdə, əlbəttə, halbuki endirim verməyə hazır idik. Artıq bir bu hadisə. Ondan sonra bir müəssisədə gəmirici daxil olduğu yer çox bir maraqlı idi, trapdır. Başqa bir girmə ehtimalı yox idi. Kamera qoyduqdan sonra müşahidə oldu ki, gəmirici trapı açır, girir içəri. Trap elədi ki, biraz qırağından qaldıranda girir içəri, trap bağlanır. Təzədən gəlib burnu ilə qaldırır, təzədən
girir içəri, trap bağlanır. Yəni uzun müddət onu kamera qoymayınca aşkarlamaq mümkün, çətin idi. Düzdür, harda hərəkət elədiyin görürdük. Amma daxil olma yerin tapmaq çətin idi. Çətin idi. Yəni bu gün yadıma düşən. Bu arada indi soyuq aylar bitəcək, yay fəsli gəlir, yaz ayları gəlir, ilanların oyanan vaxtı, necə deyərlər. Yəqin ki, bununla bağlı çağırışlar kifayət qədər çox olacaq. Biz bilirik ki, ilanları öldürmək də qadağandır, olmaz. Çünki bayaq özünüz də vurğuladınız ki, ilanlar bu təbiətə lazımdır. Amma Bakının ortasında yox təbii ki. Onun lazım olduğu yer onun uyğunlaşdığı yerdir, təbiətdir, təbiət qoynudur. Prosesi bizə bir izah eləyərdiniz. Necə edirsiniz ki, onları öldürmədən insanların yaşayışını əvvəlki vəziyyətinə qaytarırsınız? Yəni təhlükəsiz bir sahədə yaşamağa davam edirlər və ya işləməyə davam edirlər. Demək, bu da çox maraqlı bir məsələdir. Demək, son illərdə bəli, hamı müraciət eləyir. Yəni qonşuda varsa, aşkar olunubsa, digər qonşuda müraciət eləyəcək. Sadəcə olaraq əhali elə bilir ki, tətbiq olunan preparatlar onları sezon boyu qoruyur. Xeyr. Söhbətin əvvəlində vurğuladığımı, bəzi işbazlara müraciət eləyirlər. Onlar yanlış məlumat verirlər. Yəni ani pul qazanmaq məqsədi ilə insanların eşitmək istədiyini onlara söyləyirlər. Bununla həm onların həyatını təhlükə atırlar, həm bizim xidmətimizi belə deyək də ucuzlaşdırırlar. Mövcud olan preparatlar onlara qarşı, ilana qarşı öldürücü preparat yoxdur. Repellent xarakteri daşıyır, uzaqlaşdırılıcı. Və ola da bilməz. Öldürücü ola da bilməz. Çünki həm də ilan strateji bir məhsuldur. Biz Azərbaycanda hər sahə inkişaf elədiyi üçün düşünürəm ki, farmakologiyada bu yaxınlarda daha irəliləyiş olacaq və zəhər farmakologiyada çox önəmli bir məhsuldur. Ona görə bu sahəyə diqqət ya uzaqlaşdırırsınız, ya da o tutulub təbiətə təhvil verilir. Təbiətə buraxılır. İlkin nə olur? Dərman səpilir, perimetr boyu. O dərmanın tətbiq vaxtı var. O səpilir, o deməkdir sezon boyu onu qoruyacaq. Xeyr, o atmosferdən alsa, yağış oldu, dərmanın təsiri bitir. Hava çox nəmişli keçdi, onun içində olan preparatlar havaya düşdükdə reaksiyaya başlayır. O reaksiya zamanı xüsusi qaz ifraz olunur ki, ilan o iydən qaçır. O reaksiya bitdi, o preparatın təsiri qurtarır. Ən uzun müddətli təsir göstərən bir vasitə şirkətimiz tərəfindən ilk olaraq Azərbaycana gətirilmişdir, tələlərdir. Yerləşdirilir tələlər sahədə, içində qida, ilana maraqlı olan qida yerləşdirir. Əraziyə qida üçün zaten gəlir. Gəlib içinə girir, çıxa bilmir, canlı qalır. İlan zaten əgər qidalanıbsa 6 ay kimi ac qalmaya qabiliyyəti var, misal üçün gözədə. Ona görə bir aya kimi belə içində onu aşkarlamasalar ki, sonradan görüb çağırsalar, gəlib oradan götürüb uzaqlaşdırıb tələnin yerinə yerləşdirir. Digər xidmətimiz bəli, gəlib ərazidə axtarıb ilanı aşkar edib tutmaq. Ondakı yerləri var. İnsanlar öz həyətlərini təmiz saxlasalar, bu xılam, belə deyək ki, tullantı çox yığdıqları yer ilan üçün maraqlıdır. Həm yuva üçünmü, həm qidası da var orada, istiliyi də var, nəsil artırımı da. Zaten nəsil artımı üçün ilan yumurtaları elə bir yerdə yerləşdirir ki, yumurta açıldıqdan sonra dərhal qida tapa bilsin balası deyə. O da insanın yaşadığı ərazidə həşərat gəmirici olduğu üçün gəlir yaxın yerlərdə yumurta yerləşdirir. Ona görə o hər şeyin başında səliqə-sahman dayanır. Bunu belə deyirlər. Sanitariyanın ilk qaydası. Biz gəmiricilərdən falan danışdıq, amma daha çox da bölgələrdə nələrə rast gəlirik bilmirəm. Bu xidmətləriniz arasında var yoxsa yoxdur? Məsələn, tez-tez xəbərlərdə görürük ki, hansısa tülkü gəlib, toyuq-cüyən yeyib gedib, nə bilim, hansısa digər vəhşi heyvanlar əraziyə yaxınlaşıb insanları narahat edib. Bunlara qarşı da profilaktiki tədbirlər görmək mümkündür, yoxsa yox? Əslində, vəhşi heyvanlara qarşı bir tam normativ qayda hələ mövcud deyil.
Bəli, müxtəlif mexaniki üsullar var ki, səs qovucular var, ultrasəslə, işıqla belə bir mexanizmlər mümkündür, mövcuddur. Amma vəhşi heyvanlar, ələxüsus o tülküsü, o biz yəni onlar çoxsu qırmızı kitaba daxil olduğu üçün onlara qarşı hər hansı bir mübarizə aparmaq özü belə düzgün deyil. Yəni belə deyim, sərt mübarizə. Hə, repellent xarakterli o dediyim vasitələrdən istifadə etmək olar. Bizdə dinləyicilərin, tamaşaçıların eşitməli olduğu nələr qaldı? Mən o haqda sual vermədim sizə. Daha vacib məqam, daha vacib bir element. Nələri bilmədilər bu dezinfeksiya ilə bağlı, həşəratlarla bağlı? Əslində qalsa az-az bütün məsələlərə toxunduq, amma vurğulamaq istərdim ki, dönə-dönə bu həm öz təhlükəsizlikləri üçün, həm də işin keyfiyyəti ilə bağlı heç bir zaman məsələnin mahiyyətinə çox da odaqlanıb işbazların belə deyək, tələsinə düşməsinlər. Hər hansı bir məsələ yarandıqda dərhal peşəkar xidmətə müraciət eləsinlər ki, məsələ həll yolunu tapsın. Həm də ki, özlərini təhlükəyə atmasına yenə deyirəm. Nəzarətsiz yetərincə bazarda təhlükəli preparatlar var. Heç yəni nəzarətli belə lisenziyalı preparatlar var ki, yenə deyirəm, siz bayaqları dediniz, mən dedim ki, qalıcılıq biz edə bilmərik. Niyə? Çünki orada biz insan həyatını da düşünürük. Amma bu tip belə deyək, insanlar onlar ani effekt əldə eləmək üçün deyirlər ki, gəlib bir dəfəyə həll eləyirik. Bəli, biz də onu bir dəfəyə həll eləyə bilərik, amma daxildə olan insanların həyatına necə təsir risk atmaq olmaz. Qətiyyən. Qətiyyən. Ona görə lisenziyalı olan bir şirkətlərə müraciət eləmələri tövsiyə olunur. Peşəkar sahədə fəaliyyət göstərən insanlarla, şirkətlərlə əlaqə saxlamaq lazımdır. Seyid bəy, çox sağ olun. Dəvətimizi qəbul etdiyinizə görə minnətdarıq sizə. Buyurun. Siz sağ olun, təşəkkür edirik ki, bu məsələni işıqlandırdınız. Yəqin ki, bu estafeti sizdən sizin digər həmkarlarınız da götürər, davam edər, çünki çox aktual məsələdir. Sizdən yenə dəvət gözləyirik. Təşəkkür. Yay qabağı görüşərik deyə düşünürəm. Belə studiyamızın qonağı Sanitariya Epidemioloji Xidmətlər şirkətinin şöbə müdiri Seyid Ağayevlə biz danışdıq. Söhbətimizin video yazısını YouTube-dan baxa bilərsiniz.